Elmira xanımı çəkmişik. Mən sizə bir izləyək o süjetimizi. Biz hazırda Lerik rayonuna gəlmişik. Bu rayonda bülbüllərin daha bir yetirməsi Elmira Məmmədova qalır. İndi sizinlə birgə onu ziyarət etməyə gedirik. Vaxtı gətirməyənlərin siyahısına düşmüşəm. Mən 82-nin qalibiyəm. Mən məktəbdə oturmuşdum, gördüm bizim sinif müəlliməmiz var idi, Rəhilə müəllimə. Mənə icazə verdi, dedi qızım, dur, get. Hardasa bir 5-6-da oxuyurdum da. Mədəniyyət evində uşaqları seçəndə mən gəldim, oxudum. Onda mən Ələkbər Tağıyevin Qəşəng Dil mahnısını oxudum. Oxuyan kimi də məni bəyəndilər. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində mən müəlliməm Şövkət xanım Ələkbər oldu. Mən ondan dərs almışam. 87-ci ildə mart ayı idi, bahar bayramında rayona gəlirdim. Biləsuvar rayonunda yol qəzası baş verdi. Orada ən deməli yaralananlar içərisində, belə deyək də, ən ağırı mən idim. Sağ tərəfimdən çox böyük zərbə almışdım. Mən bir həftə komada olmuşam. İnstitutda gərək gedib imtahan verərdim. Mən o ərəfələrdə xəstəxanada idim. Mən bir həftə özümə gəlməmişəm, komada olmuşam. Könül xanım da bir həftə dərsini buraxıb burada qalmışdı. Sənətdən uzaqlaşma səbəbi biri oldu qəza keçirməyiniz, digəri isə ailədə olan problemlər oldu. Mənim bir qardaşım da Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşüb. Onun da rolu olub mənim sənətdə uzaq düşməyimə. Lerik rayonunda müəllimə kimi çalışdım, 9 il işlədim. Daha sonra niyə ayrıldınız? Mən onu özüm də bilmirəm, mən niyə ayrılmışam. 2006-cı ildən bizim direktor məni çağırdı, dedi ki, şəhadətnamə ilə işləyə bilməyəcəksiniz daha. Gəlin sənətlərinizi aparın. Mən də gedib sənətlərimi götürdüm. Sonra bir də getdim mədəniyyət müdirinin yanına ki, bəs mən istəyirəm də bu işə düzəlmək. Dedilər, şəhadətnamə ilə alınmaz. Amma mən o şəhadətnamanı Amil Vəstəyə göstərdim. Siz özünüz də şahid oldunuz ki, yəni o şəhadətnamada nə yazılıb. Orada mən də vokal üzrə bilirsiniz də, Şövkət xanımın sinifini bitirmişəm. Yəni vokalı bitirmişəm. Tam orada yazılıb da ki, tam kursu. Amma bunlar belə dedilər, mən bilmirəm bu nə dərəcədə düzdür, düz deyil. O çağdan bu vaxta qədər, yəni işsizəm, bəli, 8 ildir başlayıb, 9 ildir mən işsizəm. İlk Avropa oyunları yüksəlir.